Salam aleyküm dostlar, nə yaşayın, keyfiniz, səfiyonunuz, əvvəlamınız yoxsanızdır. Deməli, olsa bu gün sizlə gəlsin videosunda yox, gəlsin videosunda nə haqqında video çəkirik. Videomuzun konusu bu olacaq ki, təzə gəlsin almışsınız və ya xam tutmuşsunuz və ya pay verilməsinizsə, onu necə eləyək ki, yuvaya, həm yuvanın içindəki otaq deyək də, otağa, həm də ki, həyətə necə öyrəşdirmək olar. İlk öncə olsa, uçmağı yadınızdan çıxardın. Quşu aylarla uçura bilmirsiniz. Çünki təzə quşu uçurmaq olmaz. Yəni, mənim düşüncəmdən belədir. Hə, dostlar, keçək birinci qaydamıza. Quşu aldınız, qəyədini kəsirsiniz, qəyədini bağlayırsınız, nağarsınız, eləyin. Amma qəyədin bitər, eləyin də nəsə. Hə, qəyədini kəsirsiniz, yaxşı olar. Bu da tabi balanın yapışıb ki, mənim vurulmasam, bala mənim vurulur. Bala döyür bunu, çırpır ki, rədd oldu mənə. Hə. Nə deyildi mənə? Hə. Aha, bir yaxam. Hayır, bir yaxam. Gözüm deyil. Hə, dostlar. Bir dənə xam var idi, qoş götür. Sipədələri məndən gətirim. Ben quşdan buraxdıram minət. Hə. Sonra gətirirsiniz, atırsınız yuvaya. Quşxana deyək ki. Quşxana, yəni quşxanadır. Yuva isə, yəni quşu hara sarırsınız, quş hara bala çıxardır, ona deyirlər. Yəni mən eləncə deyirəm, yəni. Hara qayıtdı, quşa ağbaş idi, sonra. Gördünüz ya, iş at çəkərəm. Qabaq fotoğrafı qoyarım. Hə, neysə. Neysə, quşu gətirirsiniz, hələ cütə vurmuyorsa, quşu döyəcəklər. Ona görə hələ vurmayın. Quş hələ öz yerini almalıdır ola. Yuvaya öyrəşməlidir. Neysə, 5 saat, 3 saat qalır yuvada. Yuvaya öyrəşir, yuvayı tanımlayır daha doğrusu. Ondan sonrası axşam olur, hara salırsa, ora salın ki, yəni tabi bir dəfə salın, 2-3 dəfə salın ki, yuvaya öyrəşsin də. Hə, ora bilsin ki, ora öz otağı kimi bilsin də, yəni ora öz evi kimi bilsin. Hə. Sonra dostlar, məsələn, quşu indi necə uçurmağı deyəcəm sonraki videoda, sonraki dəqiqələrdə deyək də. Hə. Öyrəcəm. Hə, deməli olsa səhər oldu, səhərsə quşu çıxarırsınız həyətə. Həyətə çıxarsınız dostlar, quşun gəlini kəsərsiniz tabii ki, buraxmayın gəlini açıq verəcəksiniz, çünki uçub gedəcək qalsınız belə. Hə, gətirəməmişsiniz yerə. Hə. Məsələ bilirsiniz da zordan da. Hə. Sonra nə dedim? Nəsə deyirdim mən. Hə. Quşu atırsınız həyətə, quşların yanına öyrəşirəm. Həm quşları öyrəşir, həm də quşların yanında dayanmağı öyrəşir. Amma söyləyəcəm indi. Neysə. Hə. Quşları yanına öyrəşir, həm quşlara öyrəşir, həm də həyətə öyrəşir. Nəysə, 1 saat bir də qalır həyətdə, sonra sarırsınız yuvaya. Biraz zorlanır bilirsiniz dostlar, çünki salmağı biraz çətindir. Zorlana bilərsiniz. Ay, quş oradadır sənə, bax o. Ora bax. Mən tutacam. Çağırmayın quşu. Qoyayım ki, gəlməsin. Onu tutan döyürəm mən. Hə. Yəni belə. Sonra təzədən çıxarırsınız yuvadan, 1-2 saat keçir, 1-2 dəqiqə keçir. Təzədən çıxarırsınız, təzədən salırsınız yuvaya, təzədən çıxarırsınız, təzədən salırsınız. Belədir, yəni yuvanın yolunu öyrənməlidir. Yəni haradan girib, haradan çıxmağı öyrəşməlidir. Yəni belə. Quşu belə yuvasına öyrəşir. İndi gəldik quşu necə uçurdaq. Bala vaxtı dostlar, bala vaxtı günü balaları necə uçurmaq, balaları necə öyrəşdirmək deyəcəm sizə. Yəni bu təzə quş danışırıq da. Yəni orada xam var ya var, bax.
böyüdüm qoy. 4x-ə gətirim. O tərəflikdən. Görürsünüz. Ha, təbii. Bu tərəflik. O tərəflikdir. Ha, bu tərəf güneş tərəflikdir. O tərəfə gedəcək. Ha, gəldim tərəfiyə. Neyse. Ha. Hamamda birinci oldu. Hə. Quşlu dostlar birinci qənətdən həyata öyrəşdirilir. Yoxsa 2 qənət edirsiniz, yavaş-yavaş quş oradan baxır, oradan gəlir bura, buradan gedir ora. Məsələn belə də uçmağı öyrəşir, yavaş-yavaş həyətin hər tərəfini tanıyır. Hə. Sonra 3 qənət edirsiniz, yavaş-yavaş atırırsınız, tutursunuz, yavaş-yavaş bana çıxır. 4 qənət edirsiniz, yavaş-yavaş özü tokların başına yaxın qumur və tam qənət edirsiniz, yəni bütün qənət edirsiniz. 4 lələk edirsiniz, 2 lələk edirsiniz, 3 lələk. Bəs üstü nə demək istəyirəm? Hə, 3 lələk, 2 lələk. Bəs üstü nə demək istəyirəm? Məsələn, hal-hazırda quşlarımı 2 lələk eləmişəm. Quşlar, yəni, qalxa bilir yüngü var göyə. Hə. Hə. Bu xam quşları yoxsa orada bir dənə o tərəfdə qonşu yer var, orada saxlayır quş. Bu məhrəm hamısı quşbazdır bir sözlə. Nə qədər ətrafım hamısı quşbazdırsa. Hə, yəni xam tuta bilərəm, amma tuta bilmirəm də. Axşımın içinə. Hə. Sonra yadımdan çıxdı yəmə. Nə dedim mən? Hə, nəysə. Sonra yavaş-yavaş uçurursunuz. Uçan quşlar varsa qatırırsınız onun içinə, uçurdursunuz yavaş-yavaş göyə. Birinci dəfə biraz çətin ola biləcək sizin üçün. İkinci dəfə çətin olacaq, üçüncü dəfə yüngülvari asan olacaq. Amma dördüncü dəfə yaxşı qalxacaq quşların yanına. Öyrəşəcək yəni, bir sözlə. Amma birinci dəfə çox çətin olacaq, qaçıra bilər quş. Yəni, üzülməyin. Yəni, gedəcəksə, dirən geçsin, yəni, belə. Yəni, sonra dostlar, videomuz bu qədər. Sağ olun, salamat olun. Özəş, baxın, gələn bölümə qoşun. Xamxara getdi, hə. Xamxara getdi. Hər nəysə, dostlar. Videomuz bu qədər. Sağ olun, salamat olun. Özəş, baxın, gələn bölümə qoşun. Videoyu bəyənim, kanala abunə olmayı unutmayın. Sağ olun, salamat olun. Xanımızın nə vəziyyəti super quşlarla bomba kimi öyrəşib. Quşlardan gəlir. Yuvada super öyrəşib. Hə, dostlar. Sağ olun, salamat olun. 9 abunə çox az qalmış. Çox qalmış bir söz. Sağ olun, salamat olun.